Avropa Parlamentinin Azərbaycana hədəfləyən qətnamələri son illər ərzində biz müxtəlif mövzularla bağlı çoxsaylı belə bir hallarla rastlaşmışıq. Burada mən nəyi qeyd edə bilərəm? Biz Avropa-Azərbaycan əlaqələri və münasibətləri barədə danışarkən müxtəlif təsisatlar mövcuddur və mən deyə bilmərəm ki, biz hamısından bizim gündəliyimiz və müzakirə mövzularımız fərqli ola bilər. Kimsə çalışır Avropa partnyorlarından daha müsbət gündəliyə fokuslansın. Ancaq Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası deyək ki, bu təsisatlar sırasında daha çox bir negativ gündəliyi formalaşdıran təsisatlar ki, mən onları qeyd edərdim. Onların bu fəaliyyəti digər təsisatlarla, deyək ki, Avropa Komissiyası ilə, Avropa İttifaqı Şurası ilə bizim münasibətlərimizə təsir edir yoxsa yox? Keçmiş illərdə əfsuslar olsun ki, bəli, bu nəticəsiz ötüşməmişdir. Bu öz mənfi deməli effektini biruzə vermişdir. Bizim son Avropa Parlamentinin açıqlamasına Azərbaycan Respublikası Milli Məclisinin hesab edirəm ki, çox əsaslı və tutarlı cavab olmuşdur. Siz qeyd etdiyiniz istiləşmə və bu qarşılıqlı marağı deyərkən, mən 2025-ci ilin misalını onu göstərə bilərəm ki, 2024-cü ilə müqayisədə Avropa İttifaqının bir sıra təsisatları Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı görünürdülər. Biz onlardan xoşniyyətli addımlar görürük. Bu, diyaloqun xeyli intensivləşməsinə səbəb olub. Və biz dərhal buna qarşılıq verdik. Çünki Azərbaycan hər zaman Avropa İttifaqı ilə və onun müxtəlif təsisatları ilə qarşılıq faydalı əməkdaşlığı qurmaq və inkişaf etmək marağındadır. Ona görə sizin qeyd etdiyiniz sual yəqin ki, daha çox bu Avropa İttifaqı təsisatlarına aiddir. Yəni, onlar bu, deyək ki, kampaniya nəticəsində öz addımlarına, öz məramlarına korreksiya edəcəklərsə, burada qarşılıqlı əməkdaşlıqda hansısa bir durğunluq yaranacaqsa, bizim burada səmimi olaraq eləyə biləcəyimiz çox iş yoxdur. Bu, bizim istəyimiz və bizim niyyətimiz olmayacaq, ancaq bizim buna təsir imkanlarımız da bir o qədər deyil. Ancaq açıq əməkdaşlığa maraq olduğu təqdirdə biz bunu təbii ki, məmnuniyyətlə davam etdirəcəyik və hesab edirik ki, bunların perspektivi çoxdur və bu Avropa İttifaqı və üzv ölkələr üçün Azərbaycanla belə bir əməkdaşlıq çox faydalıdır. Həm ikitərəfli əsasda, həm Azərbaycanın Cənubi Qafqaz bölgəsində lider mövqeyini nəzərə alaraq, eyni zamanda Avropa İttifaqının və Avropa ölkələrinin Mərkəzi Asiya ölkələri ilə böyük əməkdaşlıq perspektivləri və onlar böyük bir hissəsi məhz orta dəhliz üzərində qurulması nəzərdə tutulub. Ona görə hesab edirik ki, Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının öz marağındadır.